Bəli dostlar, şimdi bu bayaq elədiyimiz salağı həm soyuqdan, küləkdən qorumaqdan ötürü də bu cür formada kardon vasitəsilə kardonla bunu bağlayacağıq. Sonra içərisinə torpaq əlavə edəcəyik ki, torpaq həm nəm saxlayır, həm küləkdən, yağışdan qoruyacaqdır. Bu formada zanenti sıxırsınız. Bu formada. Zaten buram açıq qaldı bu böyük tərəf. Ona görə də bir dənə də kalıfka əlavə etmək var. Bunda günün istisindən də qoruyur. Həm də ki salağı tutmağı tezləşdirir. Bunun aşağısına hava çıxmamaqdan ötürü aşağısını sıxmaq lazımdır. Bu formada sıxılır. Zalentim yaxşı deyil. Bu formada. Belirledikten sonra adi torpaq bildiğimiz nem torpaq olsun. Ne kadar nem olsa o kadar yaxşı. Su kiliflərindən götürün. Palçılıq olsun biz. Nemli torpaq daha yaxşıdır. Elə bilərsiniz ki, bu gözlər torpağın altında qalacaq, çıxmayacaq, amma çıxacaq. Ağac torpaqdan necə göyərib çıxır, o formada da bu gözlər inkişaf edib çıxacaqdır buradan. Gördüyünüz belə. Bu formada. Gözlərin üstünü biraz açsanız olar. Biraz açsanız da olar, açmasanız da olar, amma ən açıram. 2 dənə adi salafandır. Dediğimiz salafan. Üstə keçirdirsiniz. O kadar. Bu formada geçirdirsiniz bunun başına ki, bunu yağışdan, küləkdən, soyuqdan, şimdi həyatda toyuqda saxlayırsa toyuqdan, cüzədən qoruyacaqdır. Biz bu yarpaqlayandan sonra, indi zaraq tutduqdan sonra da sizə göstərəcəm. Bunu da aşağısını bu belə zaletlə zaletləyirsiniz. Hava keçməsin. Yəni bunu elədiyiniz bu zalaq %100 buna ehtimalı var. Yəni bəzi internetdə olur, göstərirlər, onlara ehtimal yox. Amma bu %100 tutacaq. Bu formada üstündəki